Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədi ilə zəruri hazırlıq işləri görülüb. 4 tibb müəssisəsi, o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. Mümkün tibbi ehtiyaclar nəzərə alınaraq yeni klinikanın təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, reanimasiya şöbəsi və əməliyyatxana tam hazırlıq vəziyyətinə gətirilib. Həmçinin VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Həmçinin bu tədbir ərzində tədbirlə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəllik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb. VUF 13 çərçivəsində ayrılmış otellər və tədbirlərin keçirildiyi ərazilərdə tibbi yardım briqadaları gün ərzində fəaliyyət göstərəcəklər. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədi ilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulur.